Azərbaycan Respublikası Mədəniyyət, Elm və Təhsil Nazirlikləri Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı 2025-in Naxçıvandakı final mərhələsində yaradıcılıq bacarıqlarına güvənən, peşəkar və həvəskar kateqoriyalar üzrə 6-17 yaş aralığında olan uşaqlar iştirak ediblər. Festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəslə ötürmək məqsədi ilə təşkil olunub. Final mərhələsində 43 fərdi və 4 kollektiv nominasiya üzrə şagirdlər bacarıqlarını nümayiş etdiriblər. Ümumiyyətlə müsabiqələr iştirakçıların gələcək fəaliyyətlərini müəyyən etməklərində və onların inkişafında xüsusi rola malikdir. Mən bu festivalda iştirak edən bütün iştirakçılara həm müsabiqədə, eyni zamanda gələcək fəaliyyətlərində bol uğurlar arzulayıram. İkinci dəfədir ki, Uşaq İncəsənət Festivalına fortepiano nominasiyasında ifa etdim. Bu gün də final mərhələsində Glinka Balakirevin Torağay quşu əsərini ifa etdim. Yaxşı nəticə göstərdiyimə inanıram. Hər kəsə uğurlar arzulayıram. Uşaqların belə bir səviyyədə festivalının təşkil olunması çox təqdirə layiqdir. Uşaqlar bizim gələcəyimizdir. İstedadlı uşaqların kəşf olunması, onların böyük səhnələrdə təqdim olunması və ortalığa çıxması musiqi sahəsi üçün çox vacib bir işdir. Vasif Hacıcıoğlu Qərənfil əsərini ifa etdim. Ümid edirəm ki, qalib gələcəyəm və bütün iştirakçılara uğurlar arzulayıram. Bu festival bizim gənc musiqiçilər üçün, gənc ifaçılar üçün çox böyük bir uğurdur və gələcək fəaliyyətlərində də bu festival onların gözəl nəticələrlə dəyərləndiriləcək. İnşallah hamına uğurlar arzu edirəm. Festival uşaqların müxtəlif incəsənət sahələrində istedadlarını nümayiş və inkişaf etdirdiyi yaradıcı platformadır. Xosrov İbrahimov, Atabey Səyyad, Rəşad Hüseynov, NTV Xəbər.